Rövşən prodüser, aktyor və rejissor. Hansı sənə daha yaxındır? Əslində mən teatr kinonu bitirdiyim üçün, teatr kino aktyorluq fakültəsini, aktyorluq yəni artıq adamın içindədir də, bunu istəyirsən. Rejissorluq, prodüserluq, hal-hazırda mən prodüser kimi özümü daha rahat hiss eləyirəm. Niyə daha rahat hiss eləyirəm və nə zaman özümü rahat hiss eləyirəm? Prodüser kimi qarşı tərəfdən istədiyim o tələbləri qoyub onu ala biləndə və cəlb elədiyim heyəti də razı salanda həm maddi, həm şərait baxımından prosesi onlar da rahat icra eləyəndə mən onda xoşbəxt oluram. Qaldı ki, prosesin içində də bəli, rejissor kimi də, aktyor kimi də fəaliyyət göstərirəm. Bəzən belə deyim, mən tərcüməçi tərəfdən də, səs rejissoru tərəfdən də, hətta rejissor tərəfdən də pis oluram ki, nəyə görə? Çünki aktyorlar səsləndirir, biz səsləndiririk və səhvi ilə, düzü ilə, yaxşısından, daha çox da yaxşısından tamaşaçı aktyoru görür və onu alqışlayır ki, gördünüz necə gözəl səsləndirdi, səs necə möhtəşəm idi. Artıq prodüser tərəfində özüm, yəni mənim öz komandama görə o qısqanclıq başlayır. Razıyam. Və pis oluram ki, axı bunun ortaya gəlməyində, bu məhsulun ortaya çıxmağında tək aktyorun əməyi yoxdur. Bu mətnin bu cür gözəl olmağında tərcüməçinin əməyi var, redaktorun əməyi var, səs rejissorunun mix prosesində o səsi o cür gözəl balanslaşdıran səs rejissorunun əməyi var filan. Yəni ona görə də əslində bu podkastda biz yavaş-yavaş artıq pərdə arxasında, əslində dublyaj aktyorları özü də pərdə arxasındadır, yəni qismən onları da istəyirik göstərir ki, tamaşaçılar bilsin ki, bu böyük bir kollektivin əməyidir. Yəni burada tək aktyorlar deyil.